İran həmçinin rəsmi olaraq nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinin tərəfidir. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi zaman-zaman şəffaflıq çatışmazlıqlarına diqqət çəkir. Bu gün İranın əlində 60% saflıqda təxminən 275 kiloqram uran olduğu təxmin edilir. Nüvə silahı istehsabı üçün tələb olunan hədd isə 90%-dir. Yəni, İran texniki olaraq bu nöqtəyə çox yaxındır. Tehran nüvə proqramının hərbi deyil, mülki məqsədlər üçün olduğunu bildirir. İran həmçinin rəsmi olaraq nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinin tərəfidir. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi zaman-zaman şəffaflıq çatışmazlıqlarına diqqət çəkir. Bu gün dünyada 9 ölkə nüvə silahına malikdir. ABŞ və Rusiya nüvə başlıqlarının sayına görə açıq-aşkar liderdir. Çin, Fransa, İngiltərə daha məhdud, lakin təsirli imkanlara malikdir. Pakistan, Hindistan və Şimali Koreyanın nüvə proqramları regional səviyyədə çəkindirici xarakter daşıyır. İsrail isə nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinin tərəfi deyil. Proqramını açıqlamasa da, təxminən 90 nüvə başlığına sahib olduğu təxmin edilir. İran hücumlardan qısa müddət sonra İsrailə 100 silahlı pilot uçan aparat göndərdiyini açıqlayıb. İsrail isə onların əksəriyyətini havada məhv etdiyini bildirir. İran hücumda ABŞ-ın da məsuliyyət daşıdığını iddia edir. ABŞ isə hücumlardan xəbərdar olduqlarını, lakin iştirak etmədiklərini bildirir.